Əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün mən sizə imtahanın olmazsa olmazı, ən aktual mövzulardan biri olan rəy haqqında qısa məlumat vermək istəyirəm. Çünki istər müsahibə mərhələsi olsun, istər imtahan mərhələsi olsun, həm müəllimlərin işə qəbulu, həm sertifikasiya mərhələsində rəy ilə bağlı mütləq şəkildə sualınız olacaqdır. Öncəliklə qeyd edək ki, rəy nədir? Bil ki, rəy əks əlaqədə demək olar ona. Rəy formativin əsas elementidir. Rəy formativ zamanı verilir və mütləq şəkildə gələcək zaman məzmunu daşımalıdır. Amma rəy summativdə də ola bilər. Necə? Nailiyyətin təhlilindən sonra. Əgər qarşıma çıxsa ki, rəy formativ qiymətləndirmənin əsas elementidir, denən düz deyir. Yox, qarşıma çıxsa ki, rəy summativ qiymətləndirmənin əsas elementidir, denən səhv deyir. Belə bir cümlə ilə rastlaşsan ki, rəyi summativ qiymətləndirmədə də vermək olar, o zaman denən doğru deyil, razılaş. Amma summativdə verilən rəy yekunlaşdırıcı əks əlaqədir, yəni keçmişə yönəlikdir. Çünki sən summativdə nəticəni alırsan, nailiyyəti təhlil edirsən, ondan sonra rəy verirsən. Rəy şagirdin şəxsi keyfiyyətinə istinad etməməlidir. Rəy şagirdi digər yoldaşı ilə müqayisə etməməlisən. Rəyin bir neçə növləri var. Korrektiv əks əlaqə var, təsviri əks əlaqə var, konstruktiv əks əlaqə, motive edici əks əlaqə, keçmişə yönəlik əks əlaqə, emosional əks əlaqə. Amma bil ki, ən düzgün, doğru əks əlaqə konstruktivdir. Konstruktiv nədir? Anında, məqamında. Şagirdin gördüyü işə istinad edirsən. Gördüyü işi təsvir eləyirsən. Həm düzün deyirsən, həm də səhvin. Üstəgəl də sən onu gələcəyə göndərirsən. İstiqamət verirsən, yol göstərirsən ki, geçsin səhvlərini öyrənsin. Təsviri əks əlaqə, əziz müəllimlər, şagirdin gördüyü işi təsvir edir sadəcə. Məsələn, 10 sualdan 7 dənə düzün var, 3 dənə səhvin var. Bitdi. Korrektiv edici əks əlaqə o deməkdir ki, müəllim şagirdə sual verir. Şagirdin bilmədiyi cavabı müəllim özü hazır şəkildə verir. Düzgün yanaşma deyil bu da. Keçmiş zaman məzmunu nədir? Vaxtında dərsə gəlsəydin, indi nəticən belə olmazdı deyirsən. Əslində olmaz. Emosional əks əlaqə ilə motive edici əks əlaqəni sən qarışdırma. Emosional əks əlaqə hisslərə yönəlikdir. Əhsən, afərin, sinifin ən ağıllısı sənsən, amma sən belə rəy verməyəcəksən. Motive edici rəy şagirdi ruhlandırmaqdır. Şagirdə istiqamət verməkdir. Amma hər afərin, əhsən də görəndən sonra sən deməyəcəksən ki, bu elə düzgün olmayan rəydir. Məsələn, əhsən, verdiyim tapşırıqları qeyd etmirsən, bəzi məqamlarda diqqətsizliyin var. Növbəti dərsə qədər istifadə etsən, məsələn, lüğətdən və s. bunu aradan qaldırarsan. Görsən, afərin dedim, amma deməklə bərabər onu gələcəyə göndərdim. O səbəbdən, əziz müəllimlər, düzgün əks əlaqəni axtaranda bax ki, onun həm səhvindir, həm düzündür, həm də onu gələcəyə yönləndirir. Bu səbəbdən diqqət yetirməyiniz daha məqsədə uyğundur. İstədim ki, çox yorucu olmadan, qısa da olsa sizə rəy haqqında məlumat verim və həmçinin bir neçə testlər üzərində bunu sizə izah edim. Çox xahiş edirəm hər birinizdən. YouTube linkini paylaşın, abunə olun, rəy bölməsində fikirlərinizi bildirin ki, imtahana qədər bu aktivliyimizi qoruyub saxlayaq. Sizə az da olsa faydası toxunar deyə düşünürük. Bir daha ümumiləşdirirəm. Düzgün rəyi necə tapacaqsan? Rəy gələcək zaman məzmunu daşımalıdır. Rəy şagirdin düzün də deməlidir, səhvin də deməlidir. Üstəgəl ona da yol göstərməlisən. Şagirdin şəxsi keyfiyyətinə yönəlik olmamalıdır rəy. Rəy yoldaşı ilə şagirdi müqayisə etməməlidir. Şagirdin öz gördüyü işə rəy verməlisən. Və gəlin bunu bir neçə nümunələr üzərində izah edək. Deyir, müəllim şagirdin yazısını yoxlayan zaman onun orfoqrafik səhvlərə yol verdiyini görür. Səhvlər daha çox deyilişi ilə yazılışı fərqlənən sözlərlə bağlıdır. Müəllimin verdiyi hansı rəy
şagirdin problemini aradan qaldırmağa kömək edəcək. Yaxşı, baxaq görə müəllim harda düzgün rəy verib. Yazında orfoqrafik səhvlərin çoxdur. Daha çox çalışsan müvafiq problemi aradan qaldıra bilərsən deyir. Burada deyir ki, səhvdir, amma daha çox çalışsan, yəni çalışsan, necə çalışsan, nə etsən, konkret dəqiq ünvanı göstərmir burada. Burada gələcək zaman məzmunu olsa da, amma konkret olaraq mənə demir də nə et, müvafiq problemi, daha çox çalışsın. B'də orfoqrafik səhvlərin çox olması diqqətsizliklə bağlıdır. Bundan sonra yazan zaman diqqətli olmalısı. Burada da ona yol göstərmədi. C'də yazı zamanı orfoqrafik səhvlərə minimuma endirmək üçün orfoqrafiya lüğətindən istifadə edərək problemi həll edə bilərsən. Baxın gör nə deyir C'də. Deyir ki, səhvlərin orfoqrafik səhvləri minimuma endirmək üçün yol göstərir. Bu qalsın. C variantı olacaq çox düşünəcək. Yazını yazmamışdan əvvəl bütün keçilən qaydaları təkrarlasan. Yox, bu da düzgün rəy deyil. Səhv yazdığın sözləri düzgün formasını dəftərdə qeyd etmişəm. Ümumiyyətlə heç oxumaq lazımdır. Mən etmişəm, sən köçürdü yanaşması olmayacaq. Əlbəttə cavabımız C variantıdır. Çünki səhvini haradan öyrənmək dəqiq şəkildə təsvir edir. Problemi həll edə bilərsən. Orfoqrafik səhvləri minimuma endirmək üçün lüğətdən istifadə ilə bunu aradan qaldıra bilərsən. Əlbəttə ki, C variantı olacaqdır. Növbəti ikinci suala baxaq. Hansı rəy effektiv şəkildə verilməmişdir? Düzgün deyildir. Artıq xəritə üzərində iqtisadi rayonları doğru müəyyən edirsən. Çalışqanlığını təqdir edirəm. B'də cümləni sintaktik təhlil edərkən zaman zərfini müəyyən etməkdə çətinlik çəkirsən, qaydaları təkrar etməklə bu nöqsanı aradan qaldıra bilərsən. C'də fikirlərinə ardıcıl vermirsən, lakin sistemlik bir neçə yerdə pozulub. Yazında informasiyanı diqqət yetir. Düzgün qruplaşdırmaya diqqət yetir. Afərin, zəkalı olduğun üçün sözlərin isminin hallarına görə düz dəyişdirirsən. Bax. Afərin, çox zəkalısan, sən bunu yaxşı edirsən dedim və şagirdin gördüyü işi məhdudlaşdırdım. Əlbəttə ki, burada olacaq D variantı. Bölmə üzərində mövzulara diqqət etməyin kiçik summativ qiymətləndirmədən nəticənin yüksək olmasına təsir edəcəkdir. Bu da düzgün rəydir. Amma afərin, zəkalısan, çox ağıllısan deyirəmsə bu yanlış yanaşmadır. Üçüncü sualda deyir ki, dinləmə mətnləri ilə bağlı tapşırıqlarda çoxlu səhvlərə yol vermirsən. Görünür ki, mətni dinləyərkən oxunda diqqətli olmamısan. Gərək mətni oxuyanda diqqətli olardın. Kaş ki, gərək deyəcək. Əlbəttə ki, sən cümlədə keçmiş zaman məzmunu görürsən. Bu da olacaq. Keçmişə yönəlirək. Ümumiyyətlə, əgər cümlədə keçmiş zaman məzmunu əks etdirən feillər varsa, bu keçmişə yönəlik rəydir və bu düzgün olmayan rəydir. Cavabımız olacaq A variantı. Dördüncü suala baxaq. Hansı effektiv rəy deyil? Gəlin baxaq görək düzgün olmayan rəy hansıdır? Son mövzularla bağlı tapşırıqları yaxşı yerinə yetirmisən. Amma keçən ay öyrəndiyimiz mövzularla bağlı tapşırıqlarda səhvlərə yol vermirsən. Mövzuları yaxşı öyrənsəydin, kiçik summativdə kvadrat tənliklərdə çətinlik çəkməzdin. Heç cümlənin sonunu oxumuram. Bunu belə etsəydin, burada bu yanaşmanı etməzdin. Kaş ki, oxusaydın, belə etməzdin, deyir. Ümumiyyətlə, əziz müəllimlər, əgər cümlənin sonunda kaş ki, gərək, bunu etməzdin, edərdin, bu yanaşmanı görəcəksənsə, istisnasız deyəcəksən ki, keçmişə yönəlik rəydir və bu sənə lazım olmayan rəydir. Digərləri isə əlbəttə ki, diqqət yetirsəz, şagirdin gördüyü işi həm gələcək zaman məzmununu ifadə edir, həm də onun səhvlərindən nəticə çıxartmağa istiqamət verir. 5-ci suala da baxaq. Effektiv rəyi müəyyən et. Deyir, effektiv rəy hansıdır? Gələk baxaq. Müzakirələrdə aktiv deyilsən, inkar edir. Səsləndirdiyin fikirlərin məntiqi əsası yoxdur. İnkar edirsə, əlbəttə ki, bu olmayacaq. Riyazi biliyin yaxşıdır. Sinifdə ən yaxşı sən edirsən. Ən yaxşı sən edirsən. Artıq şagirdin gördüyü işi qüvvətləndirdim. Digər uşaqlarla müqayisə ola bilər.
C-dədir əhsən. Cavablarını akademik cəhətdən yaxşı əsaslandırırsan. Lakin həyatdan nümunə gətirməkdə çətinlik çəkirsən. Çalış ki, oxuduğun informasiyanı həyatla əlaqələndirəsən. Onda daha yaxşı nəticə əldə edə bilərsən. Bu qalsın. Gəlin digərinə baxaq. Sual-cavab prosesində bütün suallara düz cavab versən də, summativdə bunun əksini göstərirsən. Demək olar ki, cəmi 1-2 sualı düzgün cavablandırmışsan. Bitirdi də şagirdin işin. Məhdudlaşdırdı. Qeyd olmayacaq. Afərin, sənin gözəl yaddaşın var. Bütün hadisələri yaxşı yadında saxlayırsan. Kaş ki, digər uşaqlarda sənin kimi olaydı. Burada da deyirdin yox. Amma baxmayaraq ki, əhsən deyirsən, cümlənin sonunda şagirdi gələcəyə göndərirsən, dediyi səhvlərdən nəticə çıxartmağa istiqamətləndirirsən. Bax, bu sənin verdiyin düzgün, konstruktiv rəy olacaqdır. Əziz müəllimlər, ümid edirəm ki, bu 5 test üzərində həmçinin qısa şəkildə verdiyim izah sizin üçün faydalı oldu. Hər birinizə yaxınlaşan imtahanda boluca səbir, gözəl nailiyyətlər qazanmağınızı arzu edirəm. Hörmətlə, sizin Nəsirova Ülviyə müəllimə.